Və görürsünüz, hörmətli tamaşaçılar, budur, hal-hazırda imzalanma mərasiminə start verildi. Görüntüləri canlı olaraq izləyirik, sənədlər imzalanır. Amerika prezidenti Donald Trump və Misir prezidenti Abdülfəttah Əl-Sisi hal-hazırda sənədləri imzalayır. Kadrda görüntülədilər. Biz də ASTV xəbər komandası olaraq birbaşa məhz Şarm əl-Şeyxdən canlı bağlantıları sizə təqdim edirik. Bu sülh müqaviləsinin razılaşmasına əsasən Qəzza zolağında humanitar yardımın girişinə, həmçinin iki əsas yol anklavın şimal və cənubu arasında sərbəst hərəkətlərə şərait yaradılır. İsrail bu məqsədlə Qəzza zolağının sərhədlərini açıb və artıq ərzaq və tibbi ləvazimat daşıyan yük maşınları Misir ərazisindən Rəfah sərhəd məntəqəsi vasitəsilə birbaşa Qəzzaya daxil olub. Bu arada Qəzza şəhərindən didərgin düşmüş insanların kütləvi qayıdışı da başlayıb. Həmas 20 nəfərdən ibarət ilk qrupu Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verib. Həmin girovların yaxın saatlarda məhz komitənin əməkdaşlarına təhvil veriləcəyi də gözlənilir, digərlərinin təbii ki. Əl-Aqsa telekanalı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşların artıq girovların təhvil verəcəyi əraziyə yollandığını da qeyd ediblər. Onların da vəziyyətinin normal olduğunu bildiriblər. Xüsusi olaraq qeyd eləyək ki, bununla da Həmasın 738 gündür saxladığı həyatda olan bütün girovlar təhvil təslim edilib. Onu da qeyd eləyək ki, İsrail və Həmas arasındakı razılaşma çərçivəsində məhz İsrail təqribən 2000 Fələstinli məhbusu təbii ki, azad edəcək. Onlardan əksəriyyəti də Qəzzaya və yaxud da qonşu ölkələrə göndəriləcək. Görürsünüz, indi kadrlardan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu mərasimdə iştirak edir. Və Qətər Şeyxinin də sənədlərin imzalanması mərasimində iştirakı görüntülərdədir. Gəlin bərabər imzalanan sənədi nümayiş etdirək.